Salam dostlar, bugünkü dərsimiz bizim olacaq safety looplardan. Bu nə deməkdir? Deməli, iki SSL stansiyasının arasında siz məlumat ötürmək istəyirsiniz. Və buna deyirlər safety loop. Məsəl üçün sizdə hansısa bir sensor boşluğu bir kontrolörə və məsəl üçün o bir kontrolör boşluğu valvı və bunu əlaqələndirmək istəyirsinizsə, burada safety loop qurulsuz. Deməli, bir kontroller iki tərəfli məlumat mübadiləsi 8 kontrolünü apara bilir. Bir tərəfi isə 16 kontrolünü apara bilir. Maksimal göndərdiyi məlumat 200-ə bərabərdir. Və bu dərsdə biz artıq sizlə deməli, kontroller əlaqələndirəcəyik, əlaqə qurmağa çalışacağıq. Birinci sistem view açırıq. Göstərim dostlar, mən də açıq artıq. Burada deməli bir kontrol əlavə vermişəm. SES0103. Burada domain name, belə seçəsiniz ki, göstərim sizə. Deməli, bunu 3 eləyəsiniz. Burada da seçəsiniz bizim 60 DS. Və açaq bizim workbench-i. Burada deməli, open impact açırıq. Və burada məsəl üçün mən göndərmə proqramını açmışım. Gəlin, bunu sileyim. Program, add new FTP function. Və açaq bunu. Bizim must be saved. Yes. Bir eyni var. Tamam, yaxşı. Yəni göndərmə 1 eləyəm. Bir save eləməli, göndərmə 1 olsun. Və burada birinci biz PO blokunu əlavə edəcəyik. Proceed i blok. Prot i-dir adı. Deməli, burada seçirik. Prot i bloku. Görürsünüz, burada yazılıb safety communication üçündür. Bakırıq. Və biz deməli 2 ədəd də variable əlavə edəcəyik. Birincini qoyaq. Bunu artıq yazmışam. Düyməsini basırıq və bu gedəcək bizdə struktura getməlidir. Ona görə burada seçirik structure və burada adını qoyaq, deməli, nə qoyacaq adını? Qoyaq bizim o bir kontroller. Bu kontrolün adı P01, 02, 001. Düyməsini basırıq. Bu olacaq bizdə global type'ı da əslində int varsa mı? Yəni burada hərəsində bir şey olacaq. Ama bu strukturda da bakın dostlar int var bizdə. Int bəli. Düyməsini basırıq. Və bunun içində də bizdə artıq məlumatlar var. Və ok düyməsini basırıq. Burada bildiyinizdə nəyi seçdim mən dostlar? Burada sadəcə produce elədim bunu. Sonra domain nömrəsini yazdım 01 və stansiya nömrəsini yazdım və sonra 01 qoydum. Ok düyməsini basırıq və bunu birləşdirək gəlin. Deməli, gəlin draw link eləyək. Yəni, məsəl elədim. Yəni, yenidən eləyək. Sentiyon'daki məsəl saldım. Və bunu da birləşdirək bura. Tamam dostlar, bunu save eləyək. Bəli, save eləyəndən sonra bağlayaq proqramı və biz burada nə etməliyik? Save eləyim. Biz deməli gəlməliyik bizim binding list olmalıdır. Binding listi seçirik və burada
Getiriyorum. Biraz böyle. Böyle. Yani dostlar biz external seçmeliyiz. Projects, external binding spell. Böyle. Burada aslında bizim gruplar artık gəlməliydi dostlar. Bir dəqiqə qoy. Bir dəqiqə gəlməyəm. Kompilyasiya proyekti alınmasa saxlayar bu bir dərsdə notlar problemi. Yolumuz yoktu. Bir şeyler ki normalde. Yine de yapıyor. Burada yönetim portföyü geldi. Gelmemeli. Şeylerin yönetimler. Törünü. So, buradan burada da indi. Bir dəqiqə dostlar gəlin belə eləyək. Baxaq bizim birisi proyektdən əlavə edebilirik. Bunu unutsa yox. Olmasa yenə də dediyim kimi alınmasa sizə o bir dərsdə göstərəcəm. Biz bunu materialiyəcəyik. Yəni də heç nə gəlmədi. Tamam, burada 102'ye baxaq. Bunun 2. Bakın. Current political employment return must be used. Tamam, bu gelmedi. Must be set before adding. Ne bilmiyorum, yok. Hiç de bilmiyorum. Cancel. Aslında buradan iş. Ben buradan yok ya. Grup ID koyar. Çift. Ve burada artık bizim variable gelmeliydi. Bakın biliyorum. Tamam. Tamam, böyle yok ya. Ve ok düğmesini basaq. Bir tane de oku basırıq. Producer group. Buranı boş saxlayırıq və bağlayaq buranı. Yəni yox değil dostlar. Heç xoşuma gəlmir studiyanın özün bir aparması. Düzdür də producer gruptan olmalıydı. Üzr istəyəmə göstərdiyi buradan umarım ibarətin. Producer gruptan olmalı. Çünki bizə də burada diagramın özündə həmən blokla yazmışıq. Tamam, bu deməli düzdür dostlar. Bir dənə də gəlin onda build eləyək. Baxaq bizdə error yoxdursa bu dərsi bitirək. Yəni dərsdə artıq simülyasiya eləyək sizdən. Error yoxdur dostlar. Bir dənə bölümümüz var. Və bu da dərsi belə bitiririk. Təşəkkür edirəm hamınıza dostlar. Dərs xoşunuza gəldisə like qoyun və kanala abunə olmağı yaddan çıxarmayın. Belə errorlar olur, yəni özümüz online aparırıq dərsi ki, rastlaşaq bu errorlarla, amma yenə dediyim kimi ingilis dili dərslərinə də baxın, orada daha əlavə dərslər əlavə eləmişik, çünki material biraz gec gəldikcə ona görə. Və belə. Oldu dostlar, çox sağ olun, təşəkkür edirəm hamısı.